Salam mənim kanalımın seyirciləri, düşünə bilən təbəqə, düşünməyə qorxmayan təbəqə, ilk olaraq Rusiyada yaşayan soydaşlarımıza, Azərbaycanlılara minnətdarlığımı bildirirəm. Orada olan bu çətin durumda vaxt tapıb mənə baxdığınıza, şərhlər yazdığınıza görə dərin minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, çalışıram bütün şərhləri oxuyum və cavablandırım. Özbekistandan, Türkmenistandan, Qazaxıstandan yazanlar hara yadımdan çıxdısa üzr istəyirəm. Əsas odur ki, bütün kommentlərə cavab yazıram, cavablandırıram. Bir mövzuya toxunmaq istəyirəm. Bütün dünyada bu dəqiqə informasiya bolluğu yaranıb hər şey haqqında. Hətta xəstəliyin haqqında, başına gələcək hadisələr haqqında, nə bilim meteorit haqqında, qlobal istiləşmə haqqında, çox şey haqqında geniş informasiya ala bilərsən. Ancaq bir Rus akademiki də vaxtında deyib ki, qoca başımı tıqqıllatsam əslində taparam, adını yadıma salaram. Deyib ki, vaxt gələcək, informasiya bolluğu insan üçün təhlükə yaradacaq. İnsanın sağlamlığına, səhhətinə təhlükə yaradacaq. Yəni, insan gün ərzində bu qədər qısa video çarxa, internet məlumatlarına baxmalı deyil. Və dünyanın hər yerində psixiatriyada psixoloqlar gedir ki, xəstə gedir yanına, pasiyent gedir ki, yanına yorulmuşam, bezikmişəm. Çox vaxt tövsiyə eləyirlər ki, xəbərlərə baxma. Televiziya saytlarına baxma, internet xəbərlərinə qulaq asma. Niyə? Çünki hər hansı bir qlobal miqyasda dəyişiklik olsa, mütləq ki, sən onu iş yoldaşlarından, qonşularından, sənə kassasiyası, sənə toxunuşu olan bir informasiya, məlumat olsa, mütləq ki, gəlib səni tapacaq. Yoxsa bütün günü oturub baxmaq ki, meteorit gəlir, buzlaq əridir, Putin atom atacaq, İranda savaş, o səndə şuuraltı, şuurüsü istər-istəməz depresyon, həyəcanlıq hissi, sən özünü daim qovulmuş şikar kimi, ov kimi hiss eləyəcəksən. Yəni, sənə aid olan mühitdə, öz ampulanda sənə aid olan nə varsa, o qədər. Ondan o yana çıxmaq və o məlumatların çoxsu kommersiya xarakterli danışır, yayılır ki, daha çox baxış olsun. Bu qədər öz-özdən müğayət olun.